bir ailədə hər şey rəvandır. Səsləri, cıngırtıları da çıxmır. Digər ailədən olan qadın öz həyat yoldaşına deyir ki, bizdə bütün günü dava qırğındır. Sən get, bax, gör, o ailədə nə baş verir, onlar necə dolanırlar ki, belə səsləri də gəlmir. Kişi gəlir, pəncərənin yanından belə pusur. Görür, qadın mətbəxdə öz işi ilə məşğuldur. Kişi evdə oturub qəzet oxuyur. Birdən telefona zəng gələndə kişi ayağa qalxır ki, telefonu götürsün, dirsəyi dəyir Güldana, Güldan sınır. Güldan sınanda qadın özünü çatdırır. Deyir ki, əzizim, bağışla ki, mən Güldanı sındırdım, sən bu Güldanı cehiz gətirmişdin. Deyir, yox, sən məni bağışla ki, mən o Güldanı düzgün qoymamışam. Gəlir evə. Həyat yoldaşı deyir ki, bəs getdin, baxdın, pustun, qulaq astın, nə baş verdi? Deyir, əzizim, mən belə bir qənaətə gəldim ki, o evdə ərlə arvad özlərini hər işdə günahkar sayırlar. Amma bizi isə öz evimizdə ancaq ikimiz arasında nəsə baş verəndə deyirik ki, mən haqlıyam. Sən də deyirsən ki, mən haqlıyam. Yəni, nə qədər insanlar kompromisə gedəcəklərsə, güzəştə gedəcəklərsə, o evdə də hər şey rəvan olacaq.